hələ mənə müxtəlif ləqəblər də qoşursunuz. Baxmayaraq ki, bizdə qanun baxımından dində azadlıqdır, mənə müxtəlif ləqəblər qoşursunuz. Yazırsınız ki, Tahir yəqin ki, onun dini təriqəti belədir, elədir. Şükür Allaha, mən müsəlmanam və heç kimə mən sizdən fərqli olaraq ləqəb qoşmuram. Mənim üçün Azərbaycanda hər bir yaşayan qardaş, bacı, İslamda olan qardaş, bacı müsəlmandır və mən heç kimi təriqətlərə bölmürəm sizdən fərqli olaraq. Ona görə yenə də sizdən xahiş edirəm ki, bizim şəxsi həyatımıza qarışmayın. Yox, əgər bu davam edərsə, bu proses davam edərsə, bu nə bir şantajdır, nə bir hədə qorxudur, sadəcə bir xəbərdarlıqdır. Mən qanun çərçivəsində addımlar atacağam. Yəni, qanun mənə, Azərbaycan Respublikasının qanunu mənə nə icazə verirsə, mən bunu edəcəm. Amma sonra mənə artıq yalvarmayın ki, ərizəmi geri götürün və s. və ilaxır. Bax belə, hələlik